Bizi nə maraqlandıran ikinci buraxılışında mövzumuz dəyər anlayışıdır. Hər bir insanın öz maraq hissi və təxəyyülü var. Bu da onu müxtəlif dəyərləri sevməyə yönləndirir. İnsanın ən ali dəyəri onun imanı, inancı olmalıdır. Amma bu dünyada da onun sevdiyi müxtəlif dəyərləri var. Dəyərləri hissələrə bölmək istəsək, iki yerə bölməliyik: maddi və mənəvi. Maddi dəyərlər bizim bu dünyada istifadə etdiyimiz, mənəvi dəyərlər isə bizim bu dünyadan o dünyaya gedən körpümüzü təmin edir. Maddi dəyərlərin bəziləri keçici həvəslər, bəziləri isə mənəvi dəyərlərin bir növrəsi ola bilər. Mürtəza Mütəllinin Həyatın Hədəfi kitabında qeyd olunur ki, insanın hər hansı bir işi görməsi onun bu işə olan marağından irəli gəlir. Əgər bir insanın bu işə maraq elədiyi bir işə, misal üçün mənim bu kitabı götürüb bura qoymağımda bunun səliqəli görsənməsinin marağı var və bu çəkilişin gözəl düşməsinin marağı var. İnsanın bir işi görməsində mütləq bir marağı var. Bu maraq lazımsız maraq və yaxud da lazımlı maraq ola bilər. Yəni bu ayrı bir mövzudur. Amma insanın marağı nəticə olaraq öz hərəkətində göstərilir. Mürtəza Mütəllinin kitabına yenidən müraciət etməli olsaq, dəyər termininin əsasən ilahi yöndə istifadə olunduğunu görmək mümkündür. İnsanın maraqları hər zaman onu ayaq üstündə saxlayır və bəzi şeylərdən müəyyən qədər ləzzət almağa ona dəstək olur. Keçici ləzzətlər onu yoldan azdıra bilərkən, mənəvi ləzzətlər isə onu əsl mərtəbəyə və aliliyə qaldıra bilər. İnsanın dəyərlərindən biri ilahi dindirsə, sonra peyğəmbərlər, imanlar, əvliyalar və məxsus Azərbaycanın şəhidləri yadına düşür. Dəyər dedikdə bəzilərimizin valideynləri, bəzilərimizin Qarabağ uğrunda verdiyi övladları, bəzi müəyyən problemləri, bəzilərimizin müəyyən sevincləri var. Dəyər insanın qiymətidir. Nəyə dəyər verirsinizsə, onunla da tanınmış olursunuz. Necə ki, hədislərdə buyurulur, insan özünə imam qəbul etdiklə məhşərdə tanınır. Siz özünüzün dəyərlərini ucuz qiymətə satmayın. Dəyəri dəyər olan şeylərə verin. Gözəl yaşayın ki, gözəl günlər görəsiniz. Gözəl dəyərlər qazana biləsiniz. Və mən gözəl şeylərin, gözəl insanların başına gələcəyinə inanıram.